dilindən tam şantajlıq bir görüntü çıxmalıdır. Le résultat est intéressant. Salut tout le monde. Hamıya salam. Bugün fransız dili öyrənmə challenge-ımın 3-cü videosudur. Xoş gəlmisiniz. Düzü bu həftə çox da böyük irəliləş etməmişəm. Bir həftə üçün nəzərdə tutduğum, planlaşdırdığımın böyük bir qismini eləməmişəm. Çox da böyük irəliləş etməsəm də tamamilə boşda keçməyib. Heç məşğul olmadığım gün olmayıb. Açığı bəzi günlərdə enerjim çox aşağı idi. Ona görə sadəcə məcbur nəsə etməyə çalışmışam. Bu da əsasən işə gedərkən yolda və yaxud da səhər yuxudan oyanarkən ilk iş telefonu götürüb nəsə etmək oldu. 6 dərs nəzərdə tutmuş olsam da sadəcə 3 dərs izlədim. Burada da var idi insanlar millətləri, Azərbaycanlı, Rus, İspan isimlərin cəmləməsi var idi. Müəyyən və qeyri-müəyyən artikellər, bəzi feillərin şəxsə görə dəyişilməsi. Lingodirdən birinci bölməni qurtardım. Hər bölmədə 2 tapşırıq var və saymamışam ümumi nə qədər söz bilirəm. Amma düşünürəm o qədər də dəhşətli deyil. Düzü danışıq tapşırıqlarını eləməmişəm. Məşğul olanda ancaq səssiz məşğul olmuşam. Dinləmə və yazı çox eləmişəm. Heç danışmamışam, səssiz rejimdə eləmişəm. Bu əlbəttə çox pisdir. Dil öyrəniriksə mütləq öyrəndiklərimizi tələffüz eləməliyik. Bundan gözəl üsul yoxdur. Mütləq tələffüz eləməliyik. Hələ başlanğıc səviyyədəyəm, amma hər gün çalışıram ki, fransız dili ilə az da olsa əlaqədə olum. Məncə dil öyrənəndə əsas məsələ birdən-birə çox şey etmək yox, davamlı etməkdir. Bu həftə bir daha aydın oldu ki, motivasiya həmişə olmur. Ancaq 15 dəqiqə belə məşğul olmaq tamamilə heç nə etməməkdən yaxşıdır. Növbəti həftə məqsədim daha çox dinləmə etmək və ondan da daha çox danışmaq. Dinlədiyimizi tətbiq eləməliyik. Yəni, tələffüz etməliyik, danışmalıyıq. İlk kiçik diyaloqlarımı qurmağa çalışacağım. Bu bir neçə gündə bir dəfə də olsun onu eləməmişəm. İzləyicilərdən biri rəyini fransızca yazıb. İndi onu oxumağa çalışacağım. Sonra da tələffüzünə baxacağım, görüm nə qədər üst-üstə düşə bilmişəm. Bu hissəni diqqətlə dinləyin, tam şantajlıq bir görüntü çıxmalıdır. Le résultat est intéressant. Combien de temps le faudra-t-il pour parler? Bonne chance. Belə başa düşdüm ki, nəticə maraqlıdır. Təbii ki, bu fransız dili bilimdən irəli gəlmədi. Ümumiləşdirmə olan sözlərdir. Uğurlar arzuladığımı da anladım, amma ortalarını başa düşmürəm. İndi əsl tələffüzünə qulaq asaq. Le résultat est intéressant. Combien de temps lui faudra-t-il pour pouvoir parler? Bonne chance. Şagirdim Nigar'a salam deyirəm. Neçə gündür 3-cü videonu gözləyir. Bonjour Nigar. Əgər siz də hansısa dili öyrənirsinizsə, rəylərdə mütləq qeyd eləyin. Birlikdə motivasiya olaq. Görüşərik növbəti videoda.